Nahardan sonra idi, nahardan sonra idi, dörd yarımda uşaqlarla, çalışan uşaqlarla. Çalışan, çalışmayan hamısı Türk idi, hamısı həmvətən idi. Təbrizin Rastafissə məntəqəsindən, bazar tərəfindən, sentr tərəfindən başlandı. Biz gəldik, Fərmandarı Azməcan. Orada mənim təsvana gözləmə ispireyi də vurdular. Bir boğuntuda oldum, sağ olsun, bir dostum var idi. O elə yapışdı, özü də elə bədhal idi. Sonra da elə üstü qabağında idi, həşqabərzat da vurmuşdular. Gətdi, çəkdi məni bir yerdə yüzgahımı yürüdü, qoydu dükanlarımızın birinə, uşaqların dükanlarının birinə. Da mən dözənmədim. Sonra gördüm, tamam, həmvətənlərim, dostlarım hamısı oradadılar. Kötək altındadılar burada onların. Elə şeylər gördüm ki, gözüm bağlandı. Gəldim, başladıq, təzahürat başlandı, getdi. Ta və sonra abdəsanaca. Şüarımız nə idi? Bundan başqa birinə tohin eləmişik. Biz o birlərə fəydərək ki, birinə tohin ediyor. Şüarımız bu idi. Haray, haray, mən Türkəm. Türk qardaşım, sən də gəl. Bunlar bizim haqqımız şüarlarımızdan idi. Gəldik abdəsana. Getdik danışqaq qabağına. Ki, o biri qardaşlarımıza, bacılarımıza da yetirək. Sonra onları saxlamışdılar boğuntuda. Düşmüşdülər canlarına, şah qruplarından, hakimiyyətin nizamısından tutdu, bəsicisindən tutdu. Düşmüşdü onlarla birləşdik, yenə qayıtdıq. Gözümüzlə gördük, hətta uşaqlarda da sənədlərdə vardı ki, öz bəsiciləri, öz hakimiyyətləri bu tayda bir dənə banc var idi, bancı bəsiciyan, Tozi bəsiciyan. Buna heysad olmadı, gəldilər bu biri tayda bancı sipəhi vurdular, otladılar, şişələrini sındırdılar özləri. Qəşəhdə mindilər, maşınlarına getdilər. Polis özü də durub baxırdı. Sonrası da saldılar millətin başına. Bəli, millət belədir, jürişlərdir. Tanki oldu saat 7:30. Akşam 7:30, yolun bağlıydı gedən evimizə tərəf. Bir dostum baba dedi, gəl gedək bizə, səhər çavurdan da qaydarıq, gedərək bazara. Biz elə evə gedə-gedə, bir irəndən elə, adamın başına bir çəkiş vurarlar, gizəllənən yıxıla yerə. Bir dənə o cür zərbə vuruldu mənə, dostum da məndən bir 2 metr fasiləli idi. Bir anda gözlərim bağlandı, elə onu bildim ki, yatdım yerə. Demə dostum da belə-beləmə tərifləyir ki, səni belə gördük, qan səpələndi, üzündən tərəf, yıxıldın yerə, səni götdük, çox da ağır idin. Sonra siz zərbə ki, dəyər adam biraz bihuş olanda yıxılır yerə. Uşaqların biri özünü atır maşın qabağına, hətta bir dənə maşın da saxlayan biri yana. Məmurlar özləri batımla, güllə ilə düşmüşlər cəmaətin canına. Atır maşının qabağına, qıçı da vurur, sınır. Mənim incircünə mindirirlər maşına, aparırlar Şəhriyə bimarstanına, elə çay kənardadır, tanınmış bir yerdə. Oranın özünə yetişməmiş polislər dostuna deyirlər ki, bunu ötür, bu gəl elə burada ölər. Batımı qozu ilə göyə vurarlar başına, dostum da başını çıxardı pəncərədən deyir, vurmasan, nədir namətsən yəni vurmasan, eybi yoxdur, vur mən də buna fəy olum. Bəli, indi Allah bilir, ürəklənib, nəzir olub, məmur qovub gedir. Gediblə içəriyə, getdik içəridə ondan ailəsi mən bilmədim, ta 12 gün. 12 gün, 3-cü, 4-cü gün belə şey eşitmişəm, çəp gözünü yəni boşaldırlar. Çəp gözünün içində də 30 danaya yaxın saçma var idi güllə. İndisi də 12-13 dana var. 2 ay, 3 ay dərdə, bir köməklik edən, minlər sözlər verdilər hakimiyyətdən. Biz elə eləlik belə bir yollarıq, filan məmləkətə belə düzələsən, heç bir olmadı. Getdik, dolandıq, axırda da dedilər, gələk dözəsən. Ta incə indi gəlib çatmışıq buraya. Bimarstanın özündə də hətta gecə saat 3-də İmam Bimarstanında, İmam Xümeyni Bimarstanında mənim başımın üstündə gəlirlər, bir nəfər var idi ki, məndən müvazibət ruh edirdi. Bu da o tərəfə getmişdi, su içməyə görə tərifli idi. Deyirdi, gəldim, gördüm bir tərbən azad bir nəfər gəlmişdi ki, əlin salmışdı cibinə, sənin Serinovun dövrəsində fırlanırdı.
Hey baxırdı o Əlbələ əlini salmışdı cibinə. Biz min gücündən özümüzü o əldən çatdırdıq, çünki gecə idi səs salmaq da olmurdu. Elə gəldik çatmaq, ona dedim ki, mən gəlmişəm bunu görəm dostlarımdanam. Bunlar da kart istəmişlər uşaqlar, bu kimdir? Yoxlar, kartını göstərmişlər, görmüşdülər ki, bəli, sipah uşaqlarındandır, özürlərinin sipahlarındandır. Gəlmişdi, məsələn, əyadətə, o dünyada əyadət edəcək. Ki, qoyub qaçmışdı hətta. Bu cəryanı deyirlər oranın hərasətinə, sabahsından 3 dənə niv-intizami sərbaz verir başının üstünə, 3 dənə kül. Verir başının üstünə ki, qalsınlar. Bunlar öz işlərində də hələ dərgirdirlər. Görün, nə millətin canına düşürlər, nə hal yandıracaqlar millətə. Min gücünə, müşə gəldik 12 gün sonra bu Əlbələ getdik. Hain ki, gəldik, çatdıq bura. İndi düz qalır, bir aya yaxın qalır, mənim il bölümüm yetişsin. Mənim bir yüzümə də baxsaq bir salım yeri yoxdur. Bu qisməti görürsünüz, yaxından yarım metrdən batın çəkilib yüzündən, möhkəmdən. Bu biri gözümə də baxsaq, şeyləm çox rahat baxsaq, boşalıbdır. 30 danaya yaxın güllə var idi içində. Bu birinin də dalısında 2 dənə saçma vardı ki, qoymur, qan yetişə. Küçü bir peles olur. Elə şilangın üstünə əlaq qoymuşsan, qan yetişmir gözə. Su yetişmir gözə. Döktürlər də burada dedilər, mütəəssifانə İranda döktürlər və vaxt tərpəşib. Bir iş görmək olmaz. Bu saçmələr pis yerlərdir. Vuran pis yerdən vurubdur. Yəni, hesab elə